Salam, əziz və dəyərli izləyicilərim. Mənə çox suallar gəlir ki, Məryəm xanım, kofeni necə dəmləyirsiniz? Nəhayət ki, bugün sizə mən ən çox hansı kofeni sevirəm və kofenin ən gözəl dəmləmək sirrini sizə öyrədəcəm, göstərəcəm, necə dəmləyirəm. Düzdür, mən burada közün üstündə dəmləyəcəm. Fərqi yoxdur, siz də qazın üstündə. Ləzzətli olması üçün kofenin və hansı kofeni necə dəmləsəniz belə ləzzət alacaqsınız. Məsələn, mən özüm deyim ki, mən o qədər sevirəm ki kofeni. Mənim həmişə videolarımda demişəm kofeyə aid. Mənim kofe saadım başqadır. Yəni mənim kofe saatımda heç kim mənə mane ola bilməz. Yəni o dərəcədə sevirəm. Mənim vazgeçilməzimdir. Və kimsə əgər sizə deyirsə ki, kofe zərərlidir, vallah billah, əgər dəmləmə kofedirsə zərərli deyil. Qarışdırılma kofedən söhbət gedə bilməz. Yəni bısтрорастворимый kofe. Onların kofedən xəbəri yoxdur. İnanın mənə. Düzdür, bir 20 dəqiqə yuxunuzu qaçırda bilər. Amma 20 dəqiqədən sonra o tez həll olan kofelər yenidən sizə yuxu gətirəcək. Bəs ona görə də özünüz də baxsanız görərsiniz ki, statistika göstərir ki, qəzaların, avtoqəzaların sayı ona görə çoxdur. İnanıb içirlər ki, mən kofeni özdə tünd içəcəm, o tez həll olan, yaxşı yol sürəcəm, yuxum gəlməyəcək. 20 dəqiqə yuxunuzu qaçırdır, sonra dəhşətli dərəcədə yuxunuzu gətirir. Bu təsdiq olunmuş bir şeylərdir. Yəni mən sizə elə belə şeylər bilirsiniz ki, demirəm. Amma dəmləmə kofe gözəl ödqovucu təsir göstərir. Mədə-altı vəzinə xeyirdir. Və deyim ki, sizə ən çox da ürək-damar sisteminə xeyirdir. Yenə də deyirəm, qazın üstündə dəmləyirsinizsə, amma şəkər tozu əlavə etmədən. Necə ki, mən elə içirəm. Mən sizə deyim ki, kofelər, sevdiyim kofelər çoxdur. Azərbaycanda siz içə bilərsiniz Quru Qəhvə Mehmet, hansı ki bizdə evdə içirlər, çox xoşlayırlar. Düzdür, mən də əgər tələsirəmsə, indi mən sizə deyəcəm, mən necə içirəm, necə üyüdürəm özüm onu, necə içirəm, göstərəcəm sizə. Amma tələsəndə ən sevdiyim tez dəmlənən Quru Qəhvə Mehmet. Azərbaycanda doludur, balaca paketlərdə də var, belə böyük qablarda da var. Mənim əzizlərim, videoyu indi mən sizə qəşəng izah etməzdən qabaq, xahiş eləyirəm, məni sevənlərdən xahiş eləyirəm. Sevməyən onsuz da etməyəcək. İstəyəcək ki, mənim videolarım insanların qarşısına çatmasın. Ələxüsus da YouTube izləyicilərimə, elə indicə mənə baxan dəyərli bacım və yaxud dəyərli qardaşım, indicə abunə olun, takib atın, podpisasiya olunun, bilmirəm necə deyilirsə. Ürəyi basın, bəyənməni basın və kolokolçik var. Onu basın ki, hər dəfə mənim videolarım sizə bildiriş gəlsin ki, mən video yüklədim və videoları paylaşın. Baxın, mən bu videodan sonra baxacam, görüm, mənim sevənlərim doğrudan da, çünki mən videoda, notebookda statistikaya baxmışam, görürəm ki, neçə minlərlə insanlar izləyir məni, amma takib atmırlar. Çox güman ki, yadınızdan çıxır takib atmaq. Çox xahiş edirəm, elə həmən abunə olun. Mənim əzizlərim, nə qədər də o dəmləmə kofelər yaxşı olsa, amma zyornuşkanın, yəni ləpənin yerini heç nə vermir, dənələrin yerini heç nə vermir. Baxın, bunu alıram belə, böyük paketdə alıram. Deyərsiniz ki, Məryəm xanım, indi nə zamanəsidir? Tokla üyüdə bilmirsinizmi? İndi yaxından göstərim, baxın. Deyərsiniz ki, ay Məryəm xanım, kofemolkalar var, qoyursunuz, bir dənə bastınız, dığ, həll oldu, getdi. Nə danışırsınız? Onda o istədiyiniz dadı ala bilməyəcəksiniz, 100% əmin olun. Yoxsa mən nəyə görə bunda eləyirəm ki? Baxın. Özdə eləyib bir qaba yığmayın, onda gözəl tam verməyəcək. Əgər dadlı, ləzzətli kofe istəyirsinizsə, beləcə üyüdürsünüz, səhər-səhər yerinizdən duranda, işinizi gördünüz, tez bir dənə belə üyüdürsünüz, baxın, üyütdükcə bura əlavə olunur. Bax, görürsünüzmü? Buradan gəlir bura. Və turkada dəmləyirsiniz, çox xahiş eləyirəm. Adi qablarda dəmlənən kofe dadlı, ləzzətli olmayacaq. Və necə dəmləyirsiniz? Baxın, mən belə bir çaşkada içirəm. Baxın, gəl yaxından çək. Suyu, adi soyuq suyu çaşkaya əlavə eləyin. Niyə görə deyirəm çaşkaya əlavə eləyin? 3 adam içəcəksə 3 bu çaşka ilə bir. Onda gərək sizin turkanız böyük olsun. Yenə də deyirəm, kofe dəmləyənlər də var. Onlarda da dəmləyə bilərsiniz. Bizdə də var. Amma mən o ləzzəti almıram. Ona görə turkada dəmləmək ləzzətlidir. Suyu ölçdünüz, əzizlərim. İndi mən sizə elə fərz eləyin, bunu üyütdünüz. İndi məndə üyütməyə burada vaxt yoxdur video üçün. Ona görə belə göstərəcəm. Demək, əvvəlcə kofeni turkaya tökürsünüz. Burada çox böyük sirlər var ha. Bu çaşkaya mən 3 dolu çay qaşığı tökürəm. Baxın, mən belə eləyirəm, sizi bilmirəm. Acı içirsiniz, yoxsa siz 2 çay qaşığı da eləyə bilərsiniz. Baxın, indi əsas sirri sizə öyrədəcəm. 3 çay qaşığı və əsas sirri isə duzdadır. Bir damcı, baxın, lap azca gördünüz, ad oldu ki, duz əlavə elədim. Duz niyə? Kofenin aromatını üzə çıxardır. Ondan sonra isə
Kofenin üstünə həmən bu suyu əlavə edirsiniz. Gördünüz, soyuq suyu, qaynar suyu yox. Və çoxlu qarışdırırsınız əzizlərim. Qarışdırandan sonra, baxın, yaxından çək ki, yəni lap dərindən qarışdırırsınız. Hə, mənim əsas şey yadımdan çıxdı. İndi bunu aparacağım, dəmləməyi sizə göstərəcəm. Baxın, belə kofelər də var. Bunlar da çox ləzzətlidir. Əlavə edə bilərsiniz. Məsələn, 2 çay qaşığı adi kofe, 1 çay qaşığı fistaşki kofesi və fistaşki kofesi və yaxud şokolad kofesi. Baxın, bunlar da çox gözəldir, çox ləzzətlidir. 2 çay qaşığı adi kofe, 1 çay qaşığı isə şokolad kofesi və yaxud fistaçki əlavə edib dəmləyə bilərsiniz. Mən indi sizə, olur ki, mən arada ya fistaçki 2 çay qaşığı adi kofe, 1 çay qaşığı ya fistaçki, ya şokolad kofesi əlavə edirəm. Bunların heç birində qatqı yoxdur, şirniyyat yoxdur və qarışdırdıqdan sonra, çoxlu qarışdırdıqdan sonra indi gedirik dəmləməyə. Baxın əzizlərim, mən közdə dəmləyirəm. Siz dediyim kimi qazın üstündə də dəmləyərsiniz. İndi qarışdırmıram mən şəxsən. İndi görəcəm ki, qalxdı. Qalxan kimi qaynamağa qoymayın. Qəşəng qalxan kimi sizə göstərəcəm, götürəcəm. Əzizlərim, közdə düzdür, biraz gecə olur. Amma ki, közdə dəmlənən kofenin ləzzəti tamam başqadır. Heyf ki, çatdırıb yaxşı qalxmağını çəkə bilmədim, əziz izləyicilərim. Burada Rusiyada hava soyuqdur, çöldəyəm, köpüklü eləyə bilmədim, yəni çalışdım, gözəl alındı. İndi sizə ardını çəkəcəm. Əzizlərim, Rusiyada hava çox soyuq olduğundan qoydum, gəldim. O qalxma prosesini yaxşı çəkə bilmədim. Amma ləzzətlidir həqiqətən də. Deməli, əzizlərim, şəkər tozu əlavə eləmişsiniz. Yenə də deyirəm, özünüz internetə girin, araşdırın, görəcəksiniz ki, nə qədər xeyri var. Çünki kofeni yalan deyirlər ki, dəmləmə kofe ziyandır. Xeyr, heç bir ziyanı yoxdur xeyirdən başqa. Amma kofeni də ziyanlı şeylərlə içməyin. Şəkər tozsuz şokoladlar satılır. Azərbaycanda da var. Deməyin ki, yoxdur. Bax, belə şokoladlar var. Üstünə yazılır şəkər tozsuz, bez saxara və yaxud şokolad sa stevia yazılır üstünə. Yəni stevia ilə olanlar ziyansızdır. Onunla içə bilərsiniz. Dibinin amma çöküntüsünü atmırsınız. Dibinin çöküntüsündən əlinizi skrab eləyirsiniz. Üzünüzü, bədəninizi skrab eləyirsiniz. O qədər gözəl, çünki tərkibində vitamin Y yaranır kofenin. Gözəl də təsir göstərəcək sizə. Əzizlərim, çox xahiş eləyirəm. Əgər sağlam yaşamaq istəyirsinizsə, gözəl həyat tərzi sürmək istəyirsinizsə, Məryəm xanımın başqa gözəllik sirlərini də bilmək istəyirsinizsə, buyurub qrupuma gələ bilərsiniz. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Bircə dəfə 20 manat ödəyəcəksiniz. Əgər canınızı bir mütəxəssisə əmanət etmək istəyirsinizsə, diyetoloq, nutritsoloqa əmanət etmək istəyirsinizsə, buyura bilərsiniz və qəbzlikdən azad olacaqsınız, qazdan, köpdən, böyük qarından azad olacaqsınız. Amma mən sizi aptekə yönləndirməyəcəm ki, bu dərmanı, bu çayı, bu şamı alın, qəbzlikdən azad olun və yaxud sizə heç nə satmayacağım, nə arıqlama çayı, nə arıqlama kofesi. İstəyirsinizsə nömrəmi səsli şəkildə deyəcəm və bütün bu saydığım özəlliklər istər bəylər olsun, istər xanımlar olsun, cəmi bircə dəfə 20 manat ödəyirsiniz. Nömrəmi necə deyirəm, o cürə yaddaşa salın, heç bir əlavələr eləməyin. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.